Türklərə üst tutub deyirəm, o qədər ərəb, o qədər ərəb, din, o qədər harda düşman var, gedib ona qoşulursunuz. Onun qanun qaydası ilə, onun nə bilim nəyi ilə, adəti ilə, onun inamı ilə oturub duranın axırı görürsüz nə olur. Ay, sizin mənliğiniz yoxdur, ay Türklər. Sizi ərəblər aparıb, bu ərəb sənin o qadınların başını kəsir, 1000 ildir. Babəkin yazıq vaxtından, o Babək nə qədər müdafiə elədi, düşüblər Babəkə, heykəl qoymaqdan Babəkə. Bu alçaqlar ərəb, müsəlman, ərəb hardan müsəlman olubdur? Ay səfihlər, ay səfih türk, ay mənniyi olmayan. Sizi arxanızdan kim vurur, sizin sifətinizə kim? 10 ildir, mən demirəm Babəki yazıq. Arvadları qoruyurdu ki, ərəb aparıb başına onu gətirməsin. Bugün müsəlman ərəb, ərəb müsəlmandır, yazıqdır. Yahudi niyə vurur? Yahudi kimi vurur? Terrorçunu vurur. Sizin arvad uşağınızı zorlayanı vurur, məhv eləyir. Ermənini vurur, Kürdü vurur, Kürd terrorçunu vurur, erməni terrorçunu vurur, ərəb terrorçunu vurur, Yahudi. Yahudi hansı türkü, neçə dəfə demişəm, hansı türkün arvadını aparıb başını kəsib, hansı türkün balasının, uşağının başını kəsib Kalyaskada, hansı torpağa göz tikib bu Yahudi ki, Yahudiyə söyürsünüz. Ay alçaqlar, Yahudiyə nəyinə söyürsən? Yahudi 100 illərlə də türkü müdafiə edir, türkdən danışır, erməni soyqırımından danışır. Neynəməlidir? Nə düşmüsünüz? Mən yenə də deyirəm, ərəb 15 ildir Suriya ərəbləri, o biri ərəblər gəlib İstanbulda türk uşaqlarını, arvadlarını oğlunu aparır, başına oyun gətirir. Gəlib İsrailə söyür. Ay türk, siz dəlisiniz. O müsəlman deyil. Ərəb müsəlman deyil, ərəb deyir, mən erməniyəm, ərəb deyir, mən erməni qardaşım mənimdir. Fars da deyir, erməni mənim qardaşımdır. Amma bu Farsdan, ərəbdən əl çəkin. Neçə ki, gecdən əl çəkin. Gec olacaq, yoxsa. Bakıda 2015-ci ildə ərəblər gəlirdilər, belə. Tumanla gəzir, arvadıdır, o nə başçıdır, nədir, qara patır özü tumanda gəzilir. Baxın, nələr var. Hələ o azdır, o bir ya o 200 kiloluq ərəblər gəlir. Az qala Azərbaycanı kişisinin yanında arvadına istəyir söz atsın. İşə bax, gör bizi nə sayırlar, ərəblər ha. Yadınızdadır ki, yaxşı da deyir, Tanrı pandemiyanı dünyaya ötürdü. Hamı qaçdı, gizləndi. Yox oldu. Evlərindən çıxmırdılar. Şükür, heç kəs gəlmir. Ərəblərin kökü o vaxt kəsildi. Yəni ərəbin o pandemiya olmasaydı, indi ərəblər bütün burada ərəblər özdə nəyə gəlib? Gəlib Azərbaycanlı türk xanımlarına bildiniz də necə baxırlar. Ərəb. Yahudi görmürsünüz, gəlib İsraildən gəlsin, Azərbaycan xanımına söz desin. Türkiyəyə getsin, türk xanımına söz desin. Görmürsünüz? Arvad uşağınızı türklərə deyirəm. Lap gecə köynəyində arvad uşağınızı, kişilər, lap mənə də bağışlayın, nə halda, nə vəziyyətdə aparın, Tel-Avivin ortasına qoy gəlsinlər. Minidə, nə bilim, yaxa aşıq. Görün, hansı bir dənə Yahudi kişisi, bir dənə belə əyri gözlə, pis gözlə Azərbaycanın türk xanımlarına, Turan xanımlarına belə pis baxsın. Aparın qoyun ərəb ölkəsinə.
Bir saat aparıb səhər-səhərə mən deyirəm, hələ axşamı demirəm. Səhəri o sizin o türk xanımlarını ərəb ölkəsində bilirsən neyniyərlər? Hələ üzü örtülü ha, mən demirəm, üzü açıq. Amma Tel Avivdə, İsraildə mən demirəm, xanımlar gələr lüt gəlsin. O mənada demirəm. Yəni o qədər etibarlı Yahudi xalqıdır ki, heç vaxt, heç bir millətə bir pis baxmaz. Pis niyə görə bax? Və yenə də deyirəm, Yahudilər haçan bir kimin yadına düşür ki, neyini? Bəlkə bir dənə Yahudi, iki dənə Yahudi ola bilər nəsə, o bütün millətlərdə var. Amma Yahudinin belə qlobal vəziyyətdə erməni, ərəb kimi Türkə qarşı o deyirlər ya, massiv da, belənki bir nifrət, belənki bir Türkə qarşı baxmaq, pis fikirlə öldürmək, oğramaq, belə şey olmuyor. Ona görə deyirəm, bax, işiniz yoxdur. Bugün də görün, Türkiyənin özündə bu bilmirsən, kişi də arvaddır, o Mamış oğullar, o Çilingər oğlu, indi İskəndər oğlu çıxıb ortaya. İskəndər Akşamdır, nədir? Doktor, professor özünü adlandırır. Nə bilim, genosiddən yazır, soyqırımdan yazır. Biz Türklər soyqırım törətmişik. Siz, mənliyiz var, ay Türk. Bunu Türk, o kimdir? Çıxıb kitab yazır, 2016-cı ildə yazır. Ermənilərə Türklər soyqırım törədir. Alıp siz başınız xarabdır. Türklər dünyaya, bütün Ruslar da dünyada deyir ki, soyqırım olmayıbdır. Ermənilər törədib Türkiyə qarşı. Burada Türkiyənin özündə kitab yazırlar ki, Türk bunu edibdir. Gör, nə qədər bu. Mən yenə də deyirəm, bu ərəblərlə, farslarla, ermənilərlə qutarın. Qoyun özləri üçün yaşasın, işin yoxdur. Qarışma, Fələstindir. Fələstin birinci deyir ki, mən Türkü vururam. Türkə nifrəti var. Ömür boyu, yüz illərlə Türkə vurur. Türkü öldürür. Erməni ilə bir yerdə. Siz dəlisiniz, nəsiniz ki, bir. Ərəb millət olsa, fransuzlar 100 ildir ərəb qadınlarını aparıb donuz altını təmizləyirdi. İndiki bu yaxınlarda Fələstinlərlə ermənilər məscidlərimizdə, Xocalıda, Qarabağda, məsciddə donuz saxlayırlar. Donuz saxlayanlarla öpüşüb görüşürlər. Siz yenə deyirsiniz, Fələstin yazıqdır. 100 il qabaq ərəbləri fransuzlar aparıb başlarına nə un gətirir? Muzeylərdə qoyurlar başlarını. Arvadları da gəlib Yahudini vurur. Gedib Fransuzu vurmaqda gəlib Yahudini vurur. Bu nə millətdir? Bu nə düşüncədir, nə müsəlman çalmısınız? Bu dini qoyun qıraqda qalsın, din yaxşıdır qoyun. Onun dinə nə adiyyəti var, müsəlman nə adiyyəti var bu Fələstin, ərəbin, ha? Ay beşuğur, ay mənniyə olmayan o Türk, ay şərəfsiz Türk. Ərəbə müsəlman deyən, Fələstinə müsəlman deyən, qardaş, onun şərəfi olmamalıdır. Bu bilmir müsəlman nədir? O, ermənidir, düşmandır. Müsəlmanı istifadə edir, sənin kimi bədbəxtlərə, gəlib Bakıda da istifadə edir. Bakıda da var, bəziləri. Müsəlman, Yahudi ağzına əyə, belə oldu, nə oldu? Fars belə gəldi, ərəb. Bu Fars, ərəb min illərlə zərər vurur, yaşayır bizim içimizdə. Vurur zərər, hələ ayırmır, başa düşmürlər. Başa düşmürlər. Tanrı doğrudan da bizi cəzalandırır, bizə cəza verir. Ki siz Türk, mən sizə imkan yaradıram ki, düşmanıyı görəsən, tanıyasan, biz deyirik, yox, düşmana dost deyirik. Ona görə də başımız ağrıyacaq. Ona görə də görürsünüz, Ləzgi bayrağı qaldırır, Talış bayrağı qaldırır, Kürt bayrağı qaldırır. Bunu Tanrı cəzalandırır, belə deyil. Yəni sənə deyirəm ki, tanı yenə də əl çək də bu ərəbdən,
Bu ermənidən əl çək, farsdan əl çək. Dostluğu qoy qıra, hə, yoldaşlıq elə girər, vəssalam, dava eləmə, düşman olma, amma dostluq da eləmə. İşin yoxdur, sənin ən dostun türkdür, türkün türkdən dostu yoxdur. Və Yahudi 800 ildir yanında olubdur. Onun arxasında türk durub, bütün imperatorlar türkün, Yahudilərin arxasında durub və bugün Yahudilər bizim arxamızdadır, bizim yanımızdadır. Eyni zaman Ukrayna olacaq və bu Ukrayna, Turan, mən yenə də deyirəm, İsrail, yəni bu dövlətlər dünyanın xilaskarı olacaqlar. Dünyanı başqası qoruya bilməz, saxlaya bilməz. Dünyanı bax yenə də Ukrayna, İsrail, Turan dövlətləri. Başqa yol yoxdur. İnanırsınız, inanmırsınız. Ona görə deyirəm ki, bax bu Turandır, İsraildir, Ukrayna yaxın bir olmalıdırlar. Ona görə başqa bizim dostumuz yoxdur. Bu birliyin dostu yoxdur. Yenə də bunu, yəni müsəlman din söhbətini qoyun qırağa, xristianlığı qoyun qırağa, Toradır, Moradır, hamısı bütün qoyunları qırağa, Bibliyadır, Qurandır, hər şey qıraqda. İnsanlığı, bu təşkilat insanlıq və dünyanın xilaskarıdır, insanlığı unutmur.